Allah şəhidlərimizə rəhmət eləsin. Tacəddin qardaşımızın xatirəsinə həsr olmuş tədbir hər birimizin qürur yeridir. Az öncə Esmer xanım bildirdi ki, tədbirlərin kesilməsində dəstək olub, bu dəstək olub yox bir vətəndaşın, bir Azərbaycanlı kimi hər birimizin borcudur. Mən təhsil işçisiyəm, Sumqayıt təhsil sektorundan müdürüyəm. Burada mən təhsil komandamı görürəm, müəllimlərimi görürəm, şagirdlərimi görürəm, məktəb direktorlarını görürəm. 90-cı illərdə ağır dönəmdən keçdik. Dövlət yenidən quruldu, Allah bu önlərimizə rəhmət eləsin. Yeni bir müstəqil dövlət yeni nəfəs gəldi və usulunda olan ölkə yeni dönəmə başladı. Və həmin dövrdə biz müharibəni davam etmiş olsaydı, daha çox itkilər verərdik, daha çox ərazilər verərdik. Ateşkəs elan olundu, ölkə beynəlxalq və yeni sferada tanınmağa başladı, ayaqları möhkəmləndi və bu uğurlu siyasəti şərəflə uğurla davam etmemizin, ölkə rəhbərinin, cənab prezidentimizin sayəsində ölkənin təmsilciliyi, ölkənin möhkəmləndirilməsi daha da sürətləndi və 5 il öncə biz Əzələ torpaqlarımızı düşmən tapdağından azad elədik. Bu necə oldu? Həmin illərdə mən özümdə gənc, uşaq, şagird, gənc olaraq, məktəbli olaraq həmin dövrlərdə müəllimlərimiz tərəfindən, məktəb direktorları tərəfindən bizə verilən ideologiya sayəsində məktəb, müəllim və siz bizim yerləşmə eləmişsiniz. Və sizlərin sayəsində güclü bir ideologiya yetişdi ki, qəhrəmanlar yetişdirdik və qəhrəmanlar yetişdi. Sizlərin sayəsində, məhz sizlərin sayəsində, ailə başkanlarımızın təmin sayəsində hamımız bir olaraq biz torpaqlarımızı düşməndən azad elədik. Allah qəni-qəni rəhmət eləsin şəhidlərimizə, Allah can sağlıq versin onların analarına, atalarına, balalarına, bacılarına, qardaşlarına. Dönə-dönə deyəm, siz yerdə bizim mələklərimizsiniz. Biz sizinlə qürur duyuruq. Siz harada varsınız, orada elə bir gözəl halqa var ki, sizin qanalınızın hər yerdə olmağını biz hiss edirik. Baş əyilən hər birimizin qarşısında. Yaxşı ki, varsınız, siz bizim ümid yerimizsiniz, güman yerimizsiniz. O adam özünə ağırlıq gətirəndə, hər hansı bir ocağa gedəndə gün-günləşir, ağrımızı təmizlənir. Bax, bizim hər yerlərimizsiniz, öpürəmlərimizin əlində. Mən dəfələrlə bu filmlarda çıxış eləmişəm, tədbirlərdə çox çıxış eləmişəm. İnandırıram sizə ki, mənim üçün ən çətin çıxış, ən çətin söz verək bu gündür. Aygün xanım, siz başda olmaqla bütün şahid analarını qarşınızda baş əyirik. Allah sizi bir nümunə yaratdı ki, hər bir cəmiyyət görsün ki, tək Azərbaycan yox, bütün Türk dünyası Turan ilə sizdən danışır. O, hələ belə igid oğlanlar bəlkə də həyata gəlməmişdir ki, bu anaların övladlarıdır. Siz qəhrəman, siz dahi, siz qüdrətli analarsınız. Hamımız, mən bir dəfə bir məclisdə deyim ki, başımız aşağı birimiz görəkdir qarşımızda. Şəhid analar razı olmadı. Amma həqiqətən də belə düşünəndə ki, bax, bugün bura toplaşmağımız sizin oğlanlarınızın, igidlərinizin hesabınadır. Qurban olun sizə deyirəm 100 dəfə. Mən şəhidliyim, o acı xəbəri qalmışam. Yəni, mənim də ailəm, mənim də qaynım 19 yaşında şəhid oldu, bilirəm, bu nə yandıdır, bu nə dəhşətdir. Amma fikirləşəndə ki, insan belə deyir, yaşamaqdır, bəs bu bir tərəfdir. İnsanlar yaşayır bir tərəf. Amma bunlar igid kimi yaşadı, oğul kimi yaşadı. Bir məmləkətə sahib çıxaraq yaşadılar. İnanın, bir dəfə bir misal çəkmək istəyirəm, bəlkə bu demək olar olmaz. Gəncəyə yolumuz düşmüşdü, yolun kənarıyla şəhidlərimizin plakatlarıydı. Oğlum həkimdir, dedi ki, ana, bunlar qurtarmaq bilmədi bu plakatı, nə qədər şəhid vermişik. Adam bunlara baxanda özünü sağ qaldığından xəcalət çəkir. Bax, mənim oğlumun sözüydü. Həqiqətən də bu analara baxanda ürəyimizin başı dərilir. Aygün xanım, biz bu Aygün xanımın və gördüyümüz şəhidlərin bir qismiyle Qarabağa yolumuz düşdü. Yolçuluq insanı tanıdır. Mən bu xanımların
iç dünyasına, ali insan olduqlarına, necə qüdrətli olduqlarına bir daha şahid oldum və görmə bizlə gedə bilməyənlər qarşı. Əslən, nə deyərik bu gündə, Aygün xanım, nə deyək? 128 gün oğlunun sağ qalacağı imtihanı bir qaldı sənə. Bu da bir imtihan idi. O imtihanla üzləşdiniz hər biriniz. Nələr olsa, nə qədər sizə xidmətlərimiz olsa, yenə də razı əlsin. Amma bizim də rayonlardan xəbərimiz var. İnanın ki, deyərdim ki, Zakir Fərəcoğlu bizim icra başçısının ürəyi həmişə basit analarının üstündədir. Şəhid ailələrinin, qazi ailələrinin üstündədir. Allah şəhidlərimizə rəhmət eləsin. Analar